Həzrət Peyğəmbər bu haqda buyurur ki, Əl-mər'ətu əla dini xəlilihi. İnsan öz dostunun dinindədir. Yəni dost o qədər insana təsir qoya bilər ki, hətta onu başqa bir dinə də apara bilər. Məsələn, tərbiyəyə təsir edən maneələrdən biri dostdur. Misal üçün 30 il, 40 il bundan əvvəl siqaret çəkmək məsələn ən böyük bir qlobal bir problem idi. Hansı valideynin övladını siqaret çəkərsə, o valideyn çox narahat olardı. Mənim də yadıma gəlirdi. Amma indi necə? İndi bəlkə də ən adi bir məsələdir. Bəli. İndi tərbiyənin qarşısında müasir dünyada, bu modern dünyada tərbiyənin qarşısında o qədər maneələr var ki, bu cəhətdən də zəruridir biz tərbiyəni bilək. Bəli. O cəhətdən də bizim bu mövzularımıza ehtiyac var. Tərbiyəni öyrənməyə ehtiyac var. Tərbiyənin qaydalarını öyrənməyə ehtiyac var. Çünki maneələr çoxdur. Tərbiyə meydanında valideynin rəqibləri çoxdur. Valideyn də övladına təsir etmək istəyir. YouTube da övladına təsir edir. Valideyn də övladına bir tərəfə çəkmək istəyir. TikTok da uşağı bir tərəfə çəkmək istəyir. O cəhətdən də biz gərək bu mövzulardan məşğul olaq.